Salam balaca birincilər, hər birinizi xoş gördük. Sizə də kömək lazımdır. Əgər özünüzə güvənirsinizsə, mənimlə birlikdə bu tapşırıqları işləyək. Yox, əgər bu mövzulara çətinlik çəkirsinizsə, elə isə siz daha çox diqqətlə baxmalısınız ki, sizə çətin gələn mövzuları gəlin birlikdə işləyək. Birinci sinifin sonuncu bölməsi, sonuncu mövzusu 100-ə qədər sayma idi. Ona görə də sizinlə birlikdə 100-ə qədər sayma üzrə tapşırıqlar işləyəcəyik. Gəlin başlayaq. Birinci tapşırıq bizə deyir ki, verilmiş ədədləri 10-10 artıraraq yazın. Yəqin ki, siz artıq məndən əvvəl 10-10 artıraraq saymış oldunuz. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90 və 100. Keçək ikinci tapşırığa. Yüzlük kartların köməyi ilə məchul ədədi tapın. Biz burada 33 ədəd üzərində işləyəcəyik. 33 ədədindən 2 vahid kiçik, yəni 33-dən 2 dənə geri getdiyimiz zaman ədədimiz olacaq 31. 33 ədədindən 10 vahid böyük. Uşaq 10 vahid deyəndə bəzi uşaqlar 31-in üzərinə 10 gəlir. Olmaz. Bu ədəd üzərində biz işləyirik. 33-dən 10 vahid böyük 43. 33 ədədindən 1 vahid böyük olacaq 34. 33 ədədindən 10 vahid kiçik olacaq 23. Yüzlük karta ehtiyac varsa, onu yanınıza qoyub, orada ədədlərin sağından, solunu, altındakı və üstündəki ədədləri tapa bilərsiniz. Mənim şagirdlərim artıq özünə güvənirlər və yüzlük karta baxmadan bu tapşırıqları sərbəst işləyə bilirlər. Baxaq 47-yə. Burada 47 üzərində işləyəcək. 47 ədədindən 4 vahid kiçik dediyinə görə geri qayıdacam, olacaq 43. 47 ədədindən 10 vahid böyük ədədim olacaq 57. 2 vahid böyüyüm olacaq 49, 10 vahid kiçiyim olacaq 37. Burada 63 ədədindən 2 vahid kiçik olacaq 61. 10 vahid böyük olacaq 73. 4 vahid böyük, yəni 63-dən 4 vahid böyük 67. 10 vahid kiçik isə olacaq 53. Davam edirik uşaqlar. Yüzlük kartın hissələrinə aid cədvəldə boş xanaları özümüz dolduracaq. Gəlin baxaq. 45-dən sonra 46, təbii ki, sonra 47. Çox təəssüf ki, bəzi şagirdlər 48-dən sonra bu aşağı düşür və 49 yazırlar. Olmaz. Biz bilirik ki, yüzlük kartda alt-alta olan hissələr 10 vahid artır və azalır. 45-in altında 10 vahid özündən böyük 55 olacaq. 56 var, bu olacaq 57. Sonra 55-in altında, yəni özündən 10 vahid yuxarıda ədəd 65. Sonda isə 68-dən cədvəl tamamladıq. İndi bura baxırıq. 75-dən əvvəl təbii ki 74. Burada 76. Burada davam edirik. 85, 86 və burada 95, 97. Gəlin baxaq bura. 27, 28 var. Burada 29 yanındadır deyə bir vahid artırırıq və 30. Aşağıda baxırsınız uşaqlar 27-dən aşağı düşüb 37. Biz isə bura 38, bura isə 40 yazacaq. İndi 37-nin altında yenə 10 vahid yuxarıda olacaq 47, 48, 49 və 50-ni də bura yazacaq. İndi 51-ə baxırıq, yəni sonuncu yüzlük kart hissəmizə baxırıq. Burada 54. 51-in altında özündən 10 vahid böyük 61. Burada isə 63. 72, 73, 74-də özləri yazıblar. Dördüncü tapşırığa baxırıq. Ədəd oxundakı məchul ədədi tapın. 25 və 27-nin arasında nə gəlir uşaqlar? Təbii ki 26 gəlir. 28-dən sonra bura yazıram 29, bura yazıram 30, 31 var və sonuncu isə 32. Növbətiyə baxıram. 42 ilə 43 arasında, 44 arasında var nə? 43. Burada olur 45, burada olur 46, burada isə olur 48. Və keçirik 5-ci tapşırığımıza. 5-ci tapşırıqda isə bəndləri cavablandırın deyir. 38 ədədindən 10 vahid kiçik deyirsə, yəni bu olacaq 28. 69 ədədindən 1 vahid kiçik deyirsə, bir dənə aşağıda geridə 68. 83-dən 2 vahid böyük olacaq 85. 50-dən 10 vahid böyük olacaq 60. 100-dən 10 vahid kiçik 90. 54-dən 1 vahid böyük 55. 30-dan 10 vahid böyük olacaq 40. 45-dən 10 vahid kiçik olacaq 35. 6-cı tapşırığa baxırıq. Ardıcıllığı tamamlayın. 12 var, 14 var. 12 ilə 14 arasında 2 vahid artım var. Deməli, digərlərində 2 vahid artıracaq. 14 olacaq, sonra 16, 18 və 20.
Və bura baxırıq. 35-dən 45-ə burada 5 vahid artım var. Deməli, mən də 5-5 artırmalıyam. Daha doğrusu, üzr istəyirəm. 35-dən 45-ə 10 vahiddir. 35-dən 45-ə 10 vahid olduğu mən də 10-unu artıracağım. 35, 45, 55, 65 və 75 olacaq. Və sizlə keçəcək digər səhifəmizdə olan yüzlük karta aid tapşırıqlarımıza. Burada da bizə deyir ki, yüzlük karta aid olan cədvəl dolduracaq. 23-dən sonra təbii ki, bura 24, 25 var, bura 26. 23-ün altında 27 yaza bilməzsiniz. Təbii ki, burada olmalıdır 33. Bura 35. 35-in də altında, yəni 44-dən sonra 45, 46. 53-dən sonra 54 və 55 yazmalıyıq. İndi bura baxırıq. 42, 44. 52-dən sonra 53 var və 54 var. 51-in altında özündən 10 vahid böyük olmaqla 61 var, yanında 62 var. 61-in altında özündə 10 vahid böyük 71 var, sonunda isə 74 var. Burada ardıcılığa baxın. 19, 20, sonra 27-dən sonra 28 və 30 burada. 27-dən 10 vahid böyük, 38-dən də əvvəl, artıq burada ipucu verib 37, burada isə 39 qeyd edəcəm. 47-dən sonra 48, burada isə 49. İndi uşaq, ikinci tapşırıq yenə maraqlı bir tapşırıqdır. Görürük ki, burada bizdən ardıcılığı tamamlamağımızı istəyir. 6-dır, 6-dan 16-ya, 16-dan 26-ya. Burada artımımız 10 vahid artaraq gedir. Mən də buraya yazacağım 36. Digər olacaq 46, 56, 66, 76, 86 və 96. 10 artırmaqla bu formada yazıram. Üçüncü tapşırığa baxırıq. Burada bizə nə deyir? Deyir ki, verilmiş bəndləri cavablandırın. 46 ədədindən 10 vahid kiçik ədəd hansıdır? 36 yazıram. 90 ədədindən 10 vahid böyük ədədim təbii ki 100-dür. 33 ədədindən 1 vahid böyük ədədim 34-dür. 68 ədədindən 1 vahid kiçiyim 67 olacaq. Burada bizə nə deyir? Yüzlük kartdan istifadə etməli, ədədləri yazın. Əgər bu sizə çətin gəlirsə, siz kitabınızda, dərsliyinizdə olan yüzlük kartı açaraq ardıcıl ədədlər yaza bilərsiniz. Bizə nə deyir? 17 ədədindən sonraki ilk 4 ədəd yazırıq. Yadda saxlayın uşaqlar. Bu cür bizə əvvəlki, sonraki dediyi zaman ədədin özünü heç vaxt yaza bilməzsiniz. Əvvəl deyirsə özündən, əvvəlkindən başlayırsa, sonra deyirsə özündən sonrakını yazırsınız. Amma özünü yazmırsınız. Burada da 17-ni yazmıram. 18, 19, 20 və 21-i dayanır. Çünki 4 dənə ədəd demişdim. Burada isə 32 ədədindən əvvəlki dediyinə görə geri qayıdacağam. Təbii ki, 32-nin özünü yazmıram. 31, 30, 29 və 28 olaraq qeyd edirəm. Üçüncüdə 60-dan sonraki ilk 4 ədəd. Sonraki dediyinə görə artırıram. 61, 62, 63 və sonuncu 64. 4 dənə yazıram. 25 ədədinin sağ, sol, alt və üst qonşularını yaz. 25-in yanında təbii ki 26-dır. 25-dən əvvəl 24-dür. 25-in altında 35-dir. 25-in üstündəki qonşusu isə 15-dir. Bax belə. 47-dən əvvəlki və sonraki ədəd yaz. 47-dən əvvəl 46 gəlir. 47-dən sonra isə 48 gəlir. Və keçirik burada. Ritmik sayma var. Ritmik saymada bizə nə deyir? 14-dən başlayaraq 26-ya qədər 2-2 saymalıyıq. Deməli, şərtimiz 2 dənədir. 2-2 saymalıyıq və 14-dən başlayıb 26-da dayanmalıyıq. Deməli, 14 və 26-nın özü bu ardıcıllıqda olmayacaq. 14-dən başlayıram. 16, 18, 20, 22 və 24 yazıram. Çünki 26 onsuz da var. 2-2 artırdım. Bizə deyir ki, 90-dan başlayaraq 10 geriyə doğru sayın. 90 özünü yazmıram. 90-dan 10 vahid geri 80, 10 vahid geri 70, 60, 50, 40, 30, 20 və 10. Belə 15-dən başlayaraq 5-5 irəli doğru sayın. 15-in özünü yazmıram. 20, 25, 30, 35, 40, 45, 50, 55, 60, 65 və mən 70-i də bura yerləşdirdim.
Amma sizdə əgər belə bir PDF varsa, siz onun üzərində bəlkə də 100-ə qədər artıraraq yaza bilərsiniz. İndi 20-dən başlayaraq 4 irəli sayın. Görək burada nə qədər yerləşdirəcəyik. 20-dən başlayaraq 20-nin özünü yazmıram. 24, 24 üstünə 4, 28, 28-in üstünə 4, 32, 32-nin üstünə 4, 36, 36-nın üstünə 4, 40, 40-ın üzərinə 4, 44, 44 üzərinə 4, 48, 48 üzərinə 4, 52, 52-nin üzərinə 4, 56, üzərinə 4, 60, 60 üzərinə 4, 63 və s. 100-ə qədər biz bunu 4-4 artıraraq yaza bilərik. İndi isə keçəcəyik sizlə növbəti tapşırıqlarımıza. Ümid edirəm sizin üçün də maraqlıdır. Burada bizə deyir ki, ifadələrə uyğun ədədləri yazmalıyıq. 19 və 32 ədədləri arasındakı ədədləri yazırıq. Burada 2, 2 və yaxud da 3, 3, 5, 5 demir deyə biz birbaşa yazırıq. 19-dan sonra nə gəlir? 20. Vergülüm biraz uzun oldu. 21, 22, 23, 24, 25, 26, 27, sonra 27'nin hepsi çıxıb üstə gəl oxşuyur burada. Sonra silək təzdən yazaq. 27, 28, 29, 30 və 31-də yazmalıyam. Çünki 32-yə qədər deyir. 31. Yerləşdirdiyi bir təhər səliqəsiz də olsa. İkinciyə baxırıq. 43-dən sonraki 6, 2 rəqəmli ədədi yazın. Görürsünüz uşaqlar, 2 rəqəmli niyə deyir? Yəni biz bilirik ki, 1-dən 10-a qədər, yəni 9 daxil olmalı, 9-cu daxil olmalı, tək rəqəm ədədlər. 9-dan sonra isə 10 olmaqla artıq 2 rəqəmlər başlayır. Ona görə də burada bizə 2 rəqəmlidir. Bu sizə çaşdırmasın. 43-dən sonra 44, 45, 46, 47, 48, neçəsini yazdım? 1, 2, 3, 4, 5, 6-cı 49-da yazdıq, bitdi. Görürsünüz, bu ədədlərin hər biri 2 rəqəmli ədədlərdir. 27-dən sonraki 5 ədədi yazın. Burada birbaşa yazmalıyıq, gedir. 28, 29, 30, 31, 32. Bu qədər. 77-dən əvvəlki 7 ədədi yazın. Deməli, biz geri qayıtmalıyıq. 76, 75, 74, 73, 72, 71 və 70 ədədini yazırıq, tamamlayırıq. 26 və 33 arasındakı ədədləri yaz. Hansılar var? 26-nın özünü yazmıram. 27 var, 28 var, 29 var, 30 var, 31 və 32 var. 33'ü yazmıram çünki orada var. Və keçirik. Burada çox maraqlı bir tapşırığımız var. Gəlin buna başlayaq. Yüzlük kartda biz bilirik ki 21'in altındadırsa, deməli özündən 10 vahid böyük ədəd 31'dir. Sonra davam edirəm. Bir dəqiqə bunu biraz səliqəli eləyək. Dibdən başlayayım ki daha səliqəli olsun. Bura 31. Bura 32. 33, 34. Və 33'ün altında təbii ki 10 vahid böyük 43. Altında 53'dür və bir dənə geri qaydanda bura 52 olmalıdır. 57'nin üstündə uşaqlar neçə olmalıdır? Özündən 10 vahid kiçik olaraq 47. İndi 57'nin yanında deyə biz ardıcıl bir-bir artırırıq. 58, 59, 60. 59'un altında isə özündən 10 vahid böyük 69. Onun da altında 10 vahid böyük 79. Geridə isə burada 78 ilə 77 olmalıdır. Ümid edirəm uşaqlar, siz də mənimlə birlikdə bu tapşırıqları işləməyə çətinlik çəkmirsiniz. Növbətiyə baxırıq. Baxın uşaqlar, 10 vahid artırda 35-də 45-də burada təbii ki 25 olmalıdır. 25-dən geridə 24 var və burada isə 23 var. 23'ün də altında özündən 10 vahid böyük olmaqla 33 olmalıdır. 45'in yanında 46 olmalıdır. 45'in altında 55 olmalıdır. 55'dən geridə 54 olmalıdır. İndi bura baxıram. 21'dən yuxarıda, yəni 10 vahid yuxarıda, burada 11'dir. 21'in yanında 22 var, 23 var və 24 var. 24'ün üstündə isə təbii ki 24'dən üstdə burada olmalıdır 14. Sonra 22'nin altında burada olmalıdır 32, burada olmalıdır 33.
Tələsəndə bu 3-lər də yazılmır. 33-ün də altında burada olmalıdır 43. Ümid edirəm 100 kart bölməsini artıq tam mənimsəmiş olduq. 3-cü tapşırığımıza baxaq. 28-dən başlayaraq 10 adlamalı 4 ədədi yazın. Deməli 10-un adlamalıyıq və 4 ədədi yazmalıyıq. 28-in üzərinə 10 38, üzərinə 10 48, üzərinə 10 58 və üzərinə 10 68. Bu qədər. İkinci 85-dən 5 geri saymaqla 6 ədəd. 6 dənə yazmalıyıq. 80, 75, 70, 65, 60, 55. Neçə ədəd yazdıq uşaqlar? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6 dənəsini yazdıq. Artıq tamamlandı. 90-dan əvvəl gələn ilk 7 ədəd yazılır. 90-dan əvvəl neçə var? 89 var. 88, 87, 86, 85, 84, 83. Yerləşdirdik bir təhər. 59-dan sonra gələn ilk 5 ədəd. Təbii ki, burada olacaq 60, 61, 62, 63 və 64 ədədinə qədər yazmalıyıq. Burada bizim məsələlərimiz var. Nə gözəl. Surxay hər torbasında 10 top saxlayır. Onun 7 torbası var. Cəmi neçə topu var? Uşaqlar, biz cəmi deyəndə burada toplama yazmayacağım. Çünki biz birinci sinif olduğumuza görə 20 dairəsindən yuxarı toplamanın hələ ki üzərində işləmirik. Ona görə də 10 artırmaqla biz 7 dənə torbada neçə top olduğunu tapacağıq. Birinci torba 10'dur. İkinci torba 20'dir. Üçüncü torba 30. Dördüncü 40. Beşinci 50. 6-cı 60, 7-ci isə 70-dir. Deməli, onun torbasında cəmi 70 dənə top var. Və burada nə deyir? Samir hər dəfə yarışmaya qatılır və 5 medal qazanır. 6 oyun sonra onun neçə medalı var? Deməli, 6 dənə oyunun hər birində 5-5 artırmaqla medalları yazacaq. Deməli, 5, 10, 15, 20, 25 və burada isə 30 yazıram. Deməli, 6 dənə oyun oldu və deməli, 6-cı oyunda Samirin də 30 dənə nə olacaq? Medalı